Xəyal bəy, deməli müştərimiz bizdən soruşur, bəzi müştərilərimiz ki, biz 3 və 4 sotda 1 mərtəbə və yaxud da 2 mərtəbəli ev tikmək üçün ara məsafəmiz necə olmalıdır və hansı məsafələrdə olmalıdır? Mövcud neçə kvadratlıq fərdi yaşayış evi biz tikə bilərik? Deməli, müştərimizin 3 sot torpaq sahəsi varsa, biz 1 mərtəbəli fərdi yaşayış evi 300 kvadrat metrə düşən 300 vuruq 0,4-ə 120 kvadratlıq 1 mərtəbəli ev tikə bilərik. Bu da nə deməkdir? 10-un 12-yə. Və 2 mərtəbəli isə 3 sotda 180 kvadratlıq ev tikə bilərik. Birinci və ikinci mərtəbənin cəmi 180 olmalı. 8-in, 9-un 10-a. Birinci mərtəbəsi, yəni 90 kvadrat, ikinci mərtəbəsi 90 kvadrat. Və ara məsafəsi isə 1 mərtəbəli üçün hər metrəyə 30 sm nəzərə alaraq, yəni 30%. Nəzərdə tutulub 1 mərtəbəli üçün 1 metr 50 sm arası, 2 mərtəbəli üçün o da kürsüdən asılıdır. Evin neçə daş üstü olmasından. Və 2 mərtəbəli üçün nəzərdə tutulan isə 2 metrdən 3 metr arasına kimi. O da kürsüsündən asılı olaraq. Xəyal bəy, bəs müştəri cavablandırır ki, mənim o boyda torpağım yoxdur. Bəs biz hansı qaydada o tikintini tikib icazə ala bilərik? Müştəri əgər sot yarım və yaxud da 2 sotun içərisindədirsə, yenə eyni qayda ilə 2 sotun içərisində hesablayırıq ki, onun torpaq sahəsinə uyğun olaraq tutaq 200 kvadrat metr, 2 sot deməkdir. 2 sotu vururuq 1 mərtəbə üçün 0,4-ə. 80 kvadratda 8-in onu ev tikə bilər. Qayda qanunla, yəni bir pəncərə sisteminə yüklüyürük, onu təhvil veririk müştəriyə. Və ondan sonra icazəsini alandan sonra Şəhərsalma Arxitektura Komitəsindən və İcra Hakimiyyətindən bir pəncərə sistemindən icazəsini alandan sonra tikintisinə başlaya bilər. Xəyal bəy, bir də layihələndirmə planları hansı formada gerçəkləşir? Müştəri bunu soruşub və cavab almaq istəyir. Necə cavab olaraq sizdən? Layihələndirmə forması belə olur ki, müştəri gəlir, istəyini açıqlayır ki, mənim 3 sot torpağım var və mən burada nə tikə bilərəm? Neçə kvadrata kimi bu ərazidə neçə kvadrata kimi ev tikə bilərəm? Biz də onu izah edirik və onun istəklərini nəzərə alaraq, tutaq ki, 1 mərtəbəli ev 2 yataq otağı və yaxud 3 yataq otağı, zal, mətbəx bir yerdə olsun, yoxsa ayrı-ayrı olsun, onun istəklərini, tualet hamam bir yerdə olsun, yoxsa ayrı-ayrı olsun, bunları nəzərə alaraq, onun ideyasını, düşüncəsini, istəklərini biz layihə halına salırıq və onun teras istəyir və yaxud da hər hansı bir əlavə tikili istəyirmi həyətdə, landşaftı necə olacaq, biz ona kimi biz müştəriyə onu təqdim edirik. Deməli, müştərilərimiz soruşur ki, bizdən çox sayda sosial mediadakı dizaynlarla bağlı bizə hansı köməkliyi gerçəkləşdirə bilərsiniz? Dizayn elə bir şey.